Hamınızı bu ayın gəlişi münasibəti ilə təbrik edirəm. Allah bizi mübarək Ramazan ayının feyzindən, bərəkətindən, rəhmətindən binəsib eləməsin inşallah. Peyğəmbərimizin xüsusi yanaşması var bu aya. Şəban ayının bugünkü günü idi, cümə günü idi. Peyğəmbər çıxdı, xutbə oxudu, belə başladı, dedi, Ya eyyuhan nas, innəhu qəd əqbələ iləykum şəhrullah, bil bərəkəti və rəhməti vəl məğfirə. Dedi, ey insanlar, Allah ayı sizə tərəf gəlir, bərəkətlə, rəhmətlə, bağışlanmaqla gəlir. Elə fikirləşməyin ki, Şəban ayı qutarır təqvimdə, sonra Ramazan ayı gəlir və biz də oruç tutmalıyıq. Məsələ belə deyil. Məsələ budur ki, Allahın ayı sizə tərəf gəlir, xüsusi bir hadisə baş verir.